Bugün saat 11:00 radələrində Cəlilabad rayon ərazisində baş verən yol nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər kişi müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub. Kanal 10 TV Azərbaycan APA-ya istinadən xəbər verir ki, hadisə Köhnə Ələt, Astara magistralının Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Astara istiqamətində hərəkət edən VAZ 2106 markalı minik avtomobili qarşı istiqamətdən gələn Mercedes markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində 5 nəfər xəsarət alıb və Cəlilabad Mərkəzi rayon xəstəxanasına hospitalizasiya olunublar. Qeyd edilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin olunub. Cəlilabad rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunan 2002-ci il təvəllüdlü şəxsin vəziyyəti orta ağır olaraq qiymətləndirilir, müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Masallı rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunan 4 nəfərdən 1972-ci il təvəllüdlü şəxsin vəziyyəti ağır olaraq qiymətləndirilir və müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Digər 3 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir. Ana yeri. Faktla bağlı araşdırma aparılır.